Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rızayevin 1 milyonluq villa alması haqqında xəbər cəmiyyətdə geniş ajotaj yaradıb. Bunun ardınca Aynanın tabeliyində olan Asparking şirkətinin bələdçisi Kənan İlyasov sosial şəbəkə hesabında ölkə başçısına, DTX və Daxili İşlər Nazirliyinin rəhbərliyinə video müraciət etdi. O, işdəki nöqsanları işıqlandırdığı üçün təhdid edildiyini bildirdi. Nəhayət ki, fəaliyyəti əhali arasında narazılıq yaratmağa yönələn qurum içindən partladı. Sanki ayna qarşısına məqsəd qoymuşdu ki, insanların əsəbləri ilə oynasın, onların etirazlarını körükləsin. Bunu bir tərəfdən özbaşınalıq, digər tərəfdən vəzifədən sui-istifadə edərək mənimsəmə və həmçinin bilərəkdən narazılıq yaratmaq kimi qiymətləndirmək olar. Belə ki, ayna rəhbərliyi heç kimi saymır, istədiyi yerə parklanma xətləri çəkib, parking aparatları yerləşdirib. Bu qurum insanların həyətlərini də zəbt edib. Ev sahiblərinin qeydiyyatlarını olmadığına görə göz yaşlarına baxmırdı. Adamların üzünə dururdu ki, mənə görə sən burada yaşamırsan, rayonda yaxud başqa yerdə yaşayırsan. Nə olsun ki, bu ev sənin adınadır. Nə olsun ki, sən ailənlə burada qalırsan. Nə evlərin çıxarışlarına, nə mislərin arayışına məhəl qoymurdu. 2020-ci il parlament seçkilərində məntəqə üzvünün dünyasını dəyişmiş seçici haqqında dediyi kimi, sənin üçün ölüb, bizim üçün diridir fikrinin Aynanın fəaliyyətinə proyeksiyasını gördük. Təsəvvür edin ki, idarə heyətinin sədri nə qədər mənimsəmə edib ki, özünə 1 milyonluq villa alıb. Bu üzə çıxandır. Arxada nələr olduğunu təsəvvür etmək adamı heyrətə gətirir. Bu adam cəzasızlığına nə qədər əmin olub ki, bir dəfə də olsun Aynanın gəlirləri və xərcləri haqqında məlumat verməyi özünə sığışdırmayıb. Bu azmış kimi avtomobil sahibləri öz maşınlarını rəsmi parkovka etdikləri halda onlara cərimə yazmaqdan da çəkinməyib. Həm parkovka üçün pul ödəyirsən, həm də üstəlik cərimə də edirlər. Həyətlərdə, məhəllə arası yollarda parklanmanın ödənişli edilməsi isə ayna rəhbərliyinin məqsədli düşünülmüş fəaliyyətidir. Lazım olmayan yerlərdə, dəhşətli tıxaca səbəb olan qısa yollarda avtobus xətlərinin çəkilməsi, yaxud yolun bir hissəsinin ağılsızcasına velosipedlərin hərəkət hissəsinə ayırmaqla qalan hissəsini boş saxlayaraq burada hərəkəti qadağan etməsinə naad vermək olar. Bu, naşılıq deyil, tamamilə cəmiyyətdə narazılıq yaratmağa hesablanıb, başqa ad vermək olmaz, deyə Ədalət Partiyasının sədri Mütəllim Rəhimli paylaşımında qeyd edib.